Deməli, uşaqlar 23 noyabr güvəni blok sınağıdır. Tarix suallarını izah edəcəm. Qısa bir məlumat verim. Kursumuzda tarixdən sıfırdan qrupumuz açılıb. Sıfırdandır tamamilə. E, Başlayırıq yenidən. Noyabr sınaq qrupumuz açılıb. Bir də martda sürət qrupumuz olacaq. 055 582 42 41-ə yazıb sürət qrupuna da qoşula bilərsiniz. Sürət qrupu martdadır, amma yeni açılmış qrupa qoşula bilərsiniz. Təmiz sıfırdan başlamışıq. Deməli, 30-cu illərdə Quba üsyanı ilə nəyi soruşur bizdən? Məşrutə hərəkatını. Konstitusiya Qubada 1830 elə bir şey olmayıb. Çarizm Cənubi Azərbaycanda məşrutədə yoxdur. Möhtəkirlik, bu da 1916-da qadınların idi. Komendant idarə üsulu da Qubaya aiddir. Hərbi şuranın yaradılması olacaq cavab. Venn diaqramını sürətli izah edəcəm, tam xırdalığına getməyəcəm. Venn diaqramına baxırıq uşaqlar. Deməli, bizdən burada maraqlı bir şey var. 13-cü əsr tarixini istəyir. Teymuri dövlət amma yaranıb 1370-də. Elə anı çıxırsan, görün nə qədər cavab gedir. Anı çıxırsan, bir də nə qoyaq görəsən? Kəsranilər Şirvandadır axı. 2-yə qoysaq, 2-yə də B-ni qoysaq, cavab gəlir. 1-ə D, Xarəzmşah Cəlaləddin tərəfindən Eldənizlər süqutu uğrayıb. 2-yə B, Kəsranilər axı 1027-dən 1382-yə qədər Şirvanda olmuşdular. Hər ikisi də ümumiyyətlə biz belə cümlə demişik də, harda Monqolların yürüşü gördüksə götürürük 13-cü əsrdə. Sonra Bizans dövlətindən fərqli olaraq Xəzər xaqanlığı həmən qeyd eləyin. Erkən orta əsrlər 3-11-ci əsrlərdir. Bizans 1400-lərdə süqut edib. Düzdür, Xəzərlər amma erkən orta əsrlərdə. Ona görə 4-ü götürə bilərik. Albaniya ilə Bizans da dost olub, Cavanşir. Peçeniklərin də hücumuna məruz qalıb 11-ci əsrdə. Ərəblərin Şərqi Avropada irəliləməsinin qarşısını almaq. Şərqi Avropada irəliləməsi yox, Şərqi Avropaya getməsinin qarşısını almaq yazılsaydı daha doğru olardı. Amma yenə də cavab 4-5 olacaq. Slavyanları da Bizansda axı yer vermişdi ki, orada məskunlaşsınlar. Sonra görək nə var burada. Daha sonra baş vermişdir. Həmən sürətli şəkildə illərini yazırıq. Əlincə qalası 1400-cü ildə, buraya yazım qalanını. Cahanşah 1459-da, Cəlalilər dövlətinin tərkibinə Azərbaycan 1359-da cənubu qoşulur, Kürdən cənubdakı. Amma tamamilə qoşulması 1367-dədir. Əsəd döyüşü 1410, Monqolların ikinci yürüşün başa çatması, həmişə axıra qədər oxuyun, 1239-cu il. Daha sonra da baş verən olacaq B variantı. Daha sonra, bizdən daha uzaq. Şimali Azərbaycanda Milli Demokratik Hərəkatın deyir, inkişafında milli burjuaziyanın həyata keçirdiyi. Məsələn, Vubokda ola bilər ki, milli demokratların bir tədbiridir, amma milli burjuaziya Hacı Zeynalabdin Tağıyevdir, Musa Nağıyevdir, Əsədullaydır, onlardır. O da olacaq nəşri, maarif və nicat cəmiyyətlərinin yaradılması, onların yardımı ilə yaradılıb. Müsəlmanları ərz hallarda düzdür, bizim ziyalılar eləyiblər, amma onlar ziyalı başqadır, milli burjuaziya başqadır. Okay, cavab olacaq D variantı. Səlcuqla Osmanlının qəşəng sualıdır. Oxşarlığını istəyir burada, həm də fərqli cəhətini. Oxşar odur ki, ikisi də Oğuzdur. Biri qınıq boyu, biri qay boyu. Və Bizans dövləti ilə 1071-də, 1453-də mübarizə aparıblar. Düzdür? Elə BC-ni götürsək, 2-yə də Teymurilərlə müharibədə Osmanlı məğlub olub, fərqlidir. Abbasiləri də kim asfala salıb 1055-də? Səlcuqlar. 2-yə də AB olsa, cavab gələcək Y. Anadoluda da hər ikisi yaşamışdı, fərqli istəyir bizdən. Sonra göstərilənlər məqsədi də asan sualdır. Qaradəniz sahillərini birləşdirən yolu ələ keçirmək, Xəzər sahilinə çıxmaq kimin niyyətində idi? Pompeyin Albaniya hücumunun məqsədlərindən idi. Sonra görək burada nə var? Bizdən bilirsiniz nə istəyir uşaqlar? Xəritədə işarələnmiş dövləti istəyir. İşarələnmiş, yəni qaralanmış. İngiltərədir, Böyük Britaniya. Deyir ki, Xalq Cümhuriyyəti ilə bağlı siyasətini tapın. Bunu uzaqlaşdırsam görərsiniz yəqin ki. Cıqqını da uzaqlaşdırın. Deməli, burada nə olacaq? 1918 Qacarlarla AXC-nin müqaviləsi 1920-dədir. Ona görə A-nı çıxaram, düzdür? Sonra Naxçıvan general qubernatorluğunu İngiltərə yaratmayıb. 2-dən də A-nı çıxaram. Qalar BC. Denis Derbil olub. İngiltərə
qoşunlar gəldi Deniz Avqustda Bakını qorumaq üçün. Thomson da bizə qarşı pis olmayıb. Əvvəl düzü pis olub, sonra Xoyskana deyir ki, bəs Hindistana ağlın getməsin, bir əmrimlə sizin ordunu dənizə tökərəm. Belə bir söhbət olur orada. A variantı olacaq yəqin ki. Denikin təhlükəsinə qarşı da AXC ilə hərbi paktı kim imzalamışdı? Gürcüstan. Bunu da çıxırıq. Xəzərdə bəli, donanma yaradanda ingilislərin köməyi dəymişdi. A variantı olacaq. Maraqlı sualdır. Roma sərkərdəsi Antoni ilə Roma Trayan. Bu sualda iç haqqını uşaqlar çaşa bilərlər. Çünki biz demişik ki, bütün hökmdarlar sərhədləri genişləndirir. Amma burada imperiya dediyi üçün Antonini götürmürük. Çünki Antoni imperiya dövrünə düşməyib. O aksi döyüşündən sonra ölüb. Ona görə olacaq Parfiya ilə müharibə. Antoni də eradan əvvəl 36 Fraspa döyüşü. Mak Trayan'da biri Parfiyaya getdi. Sonra üsyanlar oldu ki, qayıtdı. Xilafət dövrünə aid deyil. Bu sualda qəşəng sualdır. Tamamilə sözünü çox vaxt çıxırdıq axı biz. Uşaqlara demişəm tamamilə, bütün, ancaq bu sözləri gördünüz çıxın. Burada da deyəsən elə bütün sözün çıxanda cavab gəlir. Baxaq, vergi yığılmasının nəzarəti amil eləyirdi, işğal edilən yerlərə əmirlər rəhbərlik eləyirdi. Bunu tapmaq olar, vergi sistemini dəyişmirlər tamamilə. Amma burada isə ilk vaxtlarda deyir, yerli cəmaata etibar eləyirlər. Sonradan yavaş-yavaş nə edirlər? Bütün vəzifələrə ərəblər gələcək. Amma yenə də bütünlə ancaq tamamilə sözlərini çıxanda 90% cavab gəlir. Bu sualda uşaqlar, buna baxın bir dənə. Deyir ki, Şəddadi dövləti ilə Qaraxanlının oxşar, Rəvvadi dövlətinə fərqli cəhəti. Oxuyanda vaxt, qələmin düşdü. Oxuyanda vaxt gedir. Amma vaxt getməsin deyə bunun rahat yolu budur. Şəddadi ilə Qaraxanlının oxşarını tapırsan vəssalam. Samanilərlə Şəddadi mübarizə aparmayıb. Düzdür? Qaraxanlıya Səlcuqlar son qoymayıb. Əməvilərin 750-də Şəddadilər 900-dür, nə dəxli var? 10-cu əsrin 2-ci yüzilində də Qaraxanlılar 800-lərdə meydan Diyarbakırda, 840-da. Bu da 9-cu əsr qalır Məlikşah. 1088-də Şəddadilərə son qoyur. Qaraxanlı da deyir ki, Məlikşahın qoşunlarına məğlub olur. Yoxsa 2 saat bundan oxşarlıq, bundan fərqlilik adam yorulur. Eltutmuş Şimali Hindistanda bəzi əraziləri tutdu. Eltutmuşdan danışır. Sonra deyir ki, mətnə əsasən Dehli Sultanı ilə Mahmud Qəznəvinin ümumi cəhəti. Hər ikisi bilir ki, nəyə layiq görülür? Sultan tituluna. Monqolu həmən çıxırsan. Niyə? Dövlətlərin süqutlarını, konspektini öyrənin. Neçə sualı buradan taparsınız. Bax, deyir ki, Monqollar. Monqol 1206-dadır. Qəznəli 1187-də süqut edir. Düzdür? Elə ikini çıxanda görün nə qədər variant edir. Biri də götürən kimi cavab gəlir. 1, 3, 4. Hindistan şimalında bəzi ərazilər ikisi də tutublar və türk mənşəli tayfaları, biri Səlcuqları, biri Xarəzmşah Cəlaləddini dəstək olub, öz ərazilərində yerləşdirmişdilər. Hindistanda yox, Qəzvin dövlətində Əfqanistanda əsası qoyulub. Sonra mənim konspektimdə bu da var, memarlıq. Mənim deyəndə analiz sayım kitabının arxasında var, burası paylaşmışdır. Gülüstan türbəsi 13-14-cü əsrlərdir. Mərdəkanda dairəvi qala 13-14-cü əsrlərdir. Həsən Padşah Matişəhər, Həsən Padşah da uzun Həsən. Qeysəriyyə bazarı da, bu da uzun Həsən dövründədir. Yəni 15-ci əsrdədir. İkisini də götürə bilərik. Cavab olacaq 3-4 C. Sonra Bakıda hərbi vəziyyətin elan olunması ilə nəticələnir. Bu suallar əzbər tiplidir. Adam çaşır, amma Azərbaycanda inqilab olmayıb. Azərbaycanda bir dənə inqilab olub, bu da Neolit inqilabı. Bunu çıxırsınız. Qadınların qiyamı 1916-dadır. Daşnaqlar 1905-də qırdılar. Kəndlilərin də mükəlləfiyyəti cəlb olunmasının hərbi vəziyyət olacaqdır. Sadəcə ilk mütəşəkkil tətil olur, həmən də orada hərbi vəziyyət yaradırlar. Drakon qanunların məqsədi o idi ki, aristokratların həyatını və əmlakını qorumaq, həmişə yuxarı təbəqəni qoruyub, belə tipli qanunlar, yasalarda da elə idi. Səbəb nəticələr. Bu sual uşaqlar adamı qorxutsa da, amma çox asan sualdır. Deyil, niyə? Monqollara qarşı olmayıb Bəndər. Bəndər Xarəzmşahlar olub, yazın Xarəzmşahlar türkdür. Biri çıxın, Teymuri ölümü Şahrukxun. Sədrud olub 1408-də, Şahrux ölüb 1447-də. İkini də çıxın. Cəlali Şeyxu Veys Təbrizə ələ keçirib, Hülakü güya süqut edib. Hülakülərə kim son qoymuşdur? Qızıl Ordu. Cəlali. Üçü də çıxırsınız, qalır 4-5. A variantı. Sonra Qazan xan tərəfindən nə deyir qadağan edilməmişdir? Qazan xan Monqol qoşununda xidmət edənlərə iqta verirdi.
Bunu qadağan eləmir. Amma 1303-dür, vergi yığılmasında, nə bilim, ticarətdə, rabitədə bir sıra qadağalar eləyir. Bu sual biraz çətindir, tam güvən tiplidir. Güvən belə sualları yazmağı sevir. Ludvikin xristianlığı qəbul etməsi Qalliya üzərində öz hakimiyyətini möhkəmləndirir. Çox uşaq yazacaq Frank krallığının əsası qoyulur. Amma Frankın əsasını qoyandan sonra bunlar eləyib. Yerli əhalinin rəğbətini qazanmaq üçün. Sonra imperator olmayıb, uşaqlar bunu da çıxacaq. Kapeting deyəcək Fransadadır. İlk dəfə birləşdirməsi də Böyük Karldadır. Qalır cavab D. Ardıcıllıqda güvəndə belə tipli suallar olur. Avropada Roma German mədəni birliyi meydana gəlməsinə şərait yaranır, sonra deyir fransız xalqı yaranır. Cavab olacaq D. A yazanlara buradan xüsusi salamım var. Bilirəm ki, çox adam elə yazacaq. Sonra həmişə tədbirli adam idi deyir İbrahim, amma sonra Qara Yusifə qarşı çıxır və təklifini rədd eləyir. Buna görə də Qara Yusif hücum eləyir və Şirvanşahları asla salır. Şirvanşahlar dövləti Qaraqoyunluların hücumuna məruz qaldı. Amma bu variantda bəlkə də mübahisə doğura bilər. Çünki İbrahim öz müstəqilliyini qorudu, daxili müstəqilliyini qoruyur. Fakt qoruma bir var, amma yenə də mübahisə doğura bilər ki, qorumayıb, bax, asılı düşüb də deyənlər ola bilər. Asılı olsa da qoruyub deyənlər də ola bilər. Ona görə biraz, prosta bu mətnin məntiqi nəticəsi budur. Həmən bu məruz qalır. Sonrakı hadisələrdə bunlar olur. Yenə də biraz mübahisə doğura bilər. Sonra bu sual, qorxmayın belə suallardan uşaqlar. Terek döyüşü, mən döyüşlər konspekti atmışam. Terek döyüşündə Teymurilər qələbə çalıb 3-ə A-nı qoyan kimi cavab elə qəşəng gəlir ki, D variantı. İzaha ehtiyac bilmirəm, var ya yox, asandır. Sonra Kaştariti deyir, müstəqillik uğrunda baş verir. Bu sual İskit dərsindədir. Deyir ki, rahatdır, bunu çox tapacaqsınız. Çünki Uauş 700-lərdədir. Urartu 700-dən sonra eşitmirik. Sargon 700-dədir. Zərdüşt dinin də əlaqəsi yoxdur. Assurlar Manna dövlətinə, İskitlərin qoşununa məğlub olur. Ondan sonra Kaştariti də ürəklənib, üsyan qaldırır. Bunu mən dəstə demişdim, bilmirəm hansı qrupuma demişəm. West sözü var ingilislərdə, West. Qərb deməkdir də, düzdür. Vestqotların yaşadığı yer də qərbdir. Belədir də, şimal, cənub, şərq, qərb. Vestqotlar da yaşayır qərbdə. Aragonla Kastilya da burada İspaniyada birləşib. Böyük Karl da ərəbləri məğlub eləmişdi. Cavab olacaq 4 D variantı. Vestlə tapmaq olar. Sonra görək burada nə var? Azərbaycanda dövlət kəndlərinə aiddir. Dövlət kəndləri 1903-cü ilin qanunu istəyir. Deməli, bir yerdən köçmək hüququ bu 1850-ci illərdədir və dövlət kəndləri xüsusi torpaq mülkiyyətinə çevrilmirlər. Dövlətin əlində qalır torpaq. Kəndlilərin nəsil istifadəsinə verilən torpaqların sahəsi dəqiqləşdirilir, çəmən otlaqdan pay ayrılır, amma tam mülkiyyətçisi olmur, tamamilə özünün olmur torpaq. İkinci göytürklə Uyğur dövlətinin səbəbləri süqutunun. Bu sualı böyük ehtimal çox uşaq səhv yazacaq. Cavab üsyan qaldırmaqla hakimiyyət uğrunda gedən mübarizədir. Amma çox uşaq dini pərakəndəliyi də yaza bilər. Çünki birinci göytürkdə olmuşdu elə bir şey. Dini pərakəndəliyi, amma ikinci göytürkdə yoxdur. Çinlilərlə uzun sürə müharibədə əksinə Uyğurlardır, göytürkdə ikisini neyləmişdilər? Tam asıla salmışdılar. Erkən Tunc dövründə ibtidai icma nədir? Əkinçiliyin inkişafının səbəbləri oturaq həyatı neolitdədir. Toxa əvvəl idi də, düzdür, sonra xış kəşf olundu. Ona görə cavab olacaq 3-dür. Qoşqu heyvanları və süni suvarma. Yenə xronoloji ardıcıllıq. Xronoloji ardıcıllıqda Xələzlər sualisi 1296 götürsək, amma elə sual salıblar ki, yəni tam yazmaq olur. Hərəsi bir ildədir ki, 1095, Teymuri 1398, var 1200, 1000, 1300, Böyük Səlcuqun da süqutu 1157. 2, 4, 1, 3 olur da, ha? Səhv düşsəm düzəldərsiniz. Sonra açıq sualdır. Deməli, biz bilirik ki, yerli oturaq əhali əyanlarının himayə edilməsi Qazan xanlıqdadır. Əslində bunu çox hökmdar edə bilər. Məsələn, Qızıl Arslanı götürə bilərlər, tarixdə ola bilər hadisə. Amma sırf tarixdə biz əzbərləyirik deyə orada yerli oturaq əyanları himayə edən kimdir? Qazan xandır. Mülakifənin vassalı kimi hakimiyyətini qoruyansa
Aksitandır, amma sonradan ölən kimi Hülakülər ləğv edirlər. İraq Səlcuq Sultanı Toğrulu məğlub edən Həmədan döyüşündə Qızıl Arslandır və özünü nə elan eləmişdi? Sultan elan eləmişdi. Yam adlanan rabitə dayanacaqları da Qazan xandadır. Bu tipli bir dənə model tip sual var. Belə yazır amma. Yam adlanan ticarət dayanacağı və yaxud da nə bilim, yam adlanan məhkəmə nəyi? Yamı görən kimi uşaq götürür. Məsələn. Və yaxud da burada İraq Səlcuq Sultanı 1-ci Toğrulun məğlubiyyətə uğradılması. Diqqətli olun, inşallah elə sual düşməz. Dində amma var. Dində var. Sonra mənbədən Teymurdan danışır. Maraqlı mənbədir. Deyir ki, Əmir Teymur nəyə görə qələbə qazandığı döyüşü türk dünyasının gələcəyi üçün faciə hesab edirdi? Ən azı iki fikir qeyd edin. Bilmirəm Əmir Teymur onu düşünüb ya yox, amma nəticəsi olar ki, Konstantinopolun fəthi 50 il gecikdi və yaxud da Avropalıların içərilərinə doğru gedə bilmədilər artıq. Getməsi ləngidi, getdilər. 1396-da getmişlər Bolqaristana falan. Avropalıların içərilərinə doğru getməsi biraz ləngidi. Avropa Osmanlının hücumlarından xilas oldu. Üçün kilsədə zəng falan olmuşdu. Sonra 3 səbəb istəyir. Bu 3 səbəbi kim yazsa halaldır. Biri, Qara Yusiflə Sultan Əhmədi himayə edir axı İldırım Bayazıd. Himayə eləməsi, ona sığınması ola bilər. İkincisi, Kiçik Asiyada bəzi hakimlərin müstəqilləşməsi, Teymura müraciət eləməsi, belə bir şeylər də bəlkə ola bilər. Müstəqilliyi meyillikliyə, hakimiyyətə, Osmanlıya qarşı çıxmaları falan. Üçüncü səbəb də ön Asiyadan keçən ticarət yollarına nəzarət ola bilər. Ankara döyüşündə Əmir Teymur qələbəsinin təmin etdi. Hansı amil? Hansı amil? Burada ola bilər ki, bir, say üstünlüyü. Osmanlıların yarısı ordusu Konstantinopoldaydı. Digəri də ən əsaslarından biri də fillərin olması. Fillərin olması. Sonra hansı sürət və sürətlər cəncəlin nizam forması müşabihə yapar? Aha. Sual belə bir atıram. Əgər düz deyirəmsə, aşağıdan rəydə yazarsınız. Hansı sürət və sürətlər Gəncənin İskəndəranə poeması Nüşabə ilə bağlı epizodlarda iştirak edir? Nüşabə ilə bağlı İskəndər var. Onda bunları çıxaram. Nüşabə ilə Dara. Dara orada ki yoxdur məncə. Dara yoxdur. 2 çıxaram. Alınmıram. Yalnız 1, yalnız 1-2. Ərəstu kimdir? Ərəstu. Ağararam görüm. Görüm bəxtim nə qədərdir. Ərəstu. Ərəstu orada nəsə gətirən olar. Aristoteldir Ərəstu. Ərəstu Aristoteldir. Olub orada. Olmaz. Nə iş var? Azərbaycan gəlmir var. Düşünüb imtahanda B yazaram, amma bilmirəm. Düzdür ya yox. Siz deyərsiniz. Oldu. Uğurlar uşaqlar. Özünüzə yaxşı baxın. Sağ olun.